Salamlar hər kəsə. Bu videomuzda biz həcm məsələlərindən əlaqəli bir neçə suala baxmış olacaq. Vaxt itirmədən başlayaq. Deyir ki, monitorun 512/256 ölçülü oblastını yadda saxlamaq üçün 64 kilobayt əməliyyatdaş ayrılıb. Hər bir nöqtəni rəngləmək üçün müxtəlif rənglərin maksimal sayını müəyyənləşdirin. İndi dostlar, qrafik faylların həcmini tapmaq üçün biz nədən istifadə edirik? Deyirik ki, qrafik faylların həcmini tapmaq üçün oblastın bir növ kənarlarını vururuq biz həmin o pikselin dəyərinə və yaxud da biz ona rəng dərinliyi deyirik. Rəng dərinliyinə. İndi bu A vur B nəyi bildirir bizdə? Həmin o təsvirdə, həmin o video və yaxud da görüntü fərq eləmir. Orada istifadə olunan piksellərin sayı. Bizdə baxırıq ki, piksellərin sayı 512 vurulsun 256. 2 üstü 9 vurulsun, yəni 2 üstü 8-dən ibarətdir. Bəs rəng dərinliyi nədir? Dostlar, ümumiyyətlə bizim rəng salarlarımızın sayı bərabər olur 2 üstü rəng dərinliyinə. Yəni bir pikselin aldığı qiymət bu qüvvətdəkidir. Rəng dərinliyimizi biz oradan müəyyənləşdiririk. Sadəcə baxıram ki, bizdə o məlum deyil. Biz həmin qiyməti müəyyənləşdirməliyik. Həmin qiyməti müəyyənləşdirdikdən sonra da rənglərin maksimal sayını tapmalıyıq. Çünki rəng dərinliyi anlayışı özü rəng salarından çıxan bir anlayışdır. Məsələn, 1024 rəng saları desə 2 üstü 10 bit olacaq bizim rəng dərinliyimiz. Məsələn 256 rəng saları desə 2 üstü 8 bit olacaq rəng dərinliyimiz. Amma biz onu bilmirik deyə x yazırıq. Və bilirik ki, həcm verilib 64 kilobaytdır. Bu da bərabərdir 64 kilobayta, yəni 2 üstü 6 kilobayta. İndi rəng dərinliyi özü də bitlə ifadə olunduğuna görə sağ tərəf olur bitlə, sol tərəf olur kilobaytla. Ona görə mən sol tərəfi də bitə çevirmiş oluram. 2 üstü 6 kilobayt. Yadda saxlayaq ki, bayta çevriləndə vururuq 2 üstü 10-a olur 2 üstü 16 bayt. Baytdan da bitə çevirəndə vururuq 2 üstü 3-ə, verir bizə 2 üstü 19 biti. Deməli, 2 üstü 19 bit bərabər olacaq dostlar. Bərabərdir. 2 üstü 9 vur 2 üstü 8, 2 üstü 17 deməkdir. 2 üstü 17 vurulsun x bitə. İndi bit sözləri bir-birini apardı. X-i tapmaq istəyəndə mən 2 üstü 19-u böləcəm həmin buradakı 2 üstü 17-yə. İndi 19 ilə 17 getdi, qaldı 2 üstü 2, yəni 4. Sadəcə durub cavaba mən heç vaxt 4 yazmayacağım. Zaten cavabda da görmürəm. Çünki mənə burada rənglərin maksimal sayını istəyir. Rənglərin maksimal sayını tapmaq istəyirəmsə, gətirirəm onu, yerləşdirirəm, baxın burada. Olur 2 üstü 4, yəni 16 cavabı. Deməli, bizim rənglərin maksimal sayı 16 imiş. Keçirik növbəti sualımıza. Həmin bu növbəti sualı isə dostlar siz özünüz yazmış olacaqsınız. Birinci sualda necə işləri icra eləmişiksə, eyni cürə siz də rəng salarlarının sayını müəyyənləşdirmiş olacaqsınız. Ona görə ikinci sual sizin bir növ ev tapşırığınızdır. Yorumlar hissəsində, komment hissəsində, rəy hissəsində qeyd eləmiş olacaqsınız. Keçirik 3-ə. 40 kadr böl saniyə ilə işləyən video 20 saniyə davam edib. Bu video faylın hər bir kadrı 64/128 nöqtədən ibarətdir. Ağ-qara rəng rejimində olan bu video fayl yaddaşda nə qədər yer tutar? Yadda saxlayın, burada bilməli olacağımız anlayışlar. Ədədlərin özləri, həmin ədədləri bir dənə qeyd eləyək. Ədədlərin altına xətt çəkəcəm. Bir də əlavə olaraq bu ağ-qara rejim. İndi dostlar, ümumiyyətlə həcm məsələsini tapmaq istəyiriksə, həcmi tapmaq istəyiriksə, bunu bilməliyik. Bütün anlayışlar bir-birinə vurulmalıdır. Həcmin ifadəsi budur. Bütün anlayışlar bir-birinə vurulmalıdır. İndi mən görürəm ki, mənim bir videom 1 saniyəyə 40 kadr ötürmüş olur. Yəni saniyədə 40 kadr ötürür. Və görürəm ki, məndə video neçə saniyə davam edib? 20 saniyə. 20 saniyəyə nə qədər kadr keçəcək? X. X-i tapmaq istəyirəmsə götürürəm, çarpazları bir-birinə vururam. 20 vurulsun 40, bölürəm digərinə, 1-ə. Deməli, mənim videom 800 kadrdan ibarətdir. Həcmi tapmaq istəyəndə biz A vurulsun, B vurulsun, rəngin dərinliyindən istifadə edirik. İndi A ilə B-ni veriblər. 64/128, yəni 2 üstü 6 vur, 2 üstü 7. Hər ikisini yazdıq. Vurulsun, rəngin dərinliyini buradan tapacaq. Ağ-qara rəng rejimi deyir. Ağ-qara 2 rəng deməkdir. 2 rəng, yəni monoxrom rejimdir ümumiyyətlə ağ-qara rəng.
rejimi. Ağ-qara deyəndə monoxromu yada salacaq. Monoxrom rəng rejimində, ağ-qara rəng rejimində 2 dənə rəng var. 2 rəng də bərabər olur 2 üstü 1-ə. Deməli bizdə rəng dərinliyi 1 bitdir. Rəng dərinliyi yerinə yazıram 1 bit. Bu indi dostlar bir dənə kadrın, bir dənə şəklin həcmidir. Bizim videomuzda amma neçə dənə kadr keçir? 800 dənə. Deməli bunu bir dənəyə vurmalıyam 800-ə. Yəni bir təsvirin həcmini bütün təsvirlərin sayına vursam, verəcək mənə elə onun ümumi həcmini. İndi bu da eləyir 2 üstü 13 bit vurulsun 800. Yəni 800 vurulsun 2 üstü 13 bit. Yerlərini dəysək, hasil dəyişmir. Amma bizdə cavabı nə ilə istəyir? Kilobaytla. Bitdən bayta keçəndə 2 üstü 3-ə böldüm. Verdi mənə 800 vurulsun 2 üstü 10 bayt. İndi baytdan da kilobayta çevirəndə mən bilirəm ki 2 üstü 10-a bölməliyəm. 2 üstü 10-a böldüm, kilobayta çevirəm. 2 üstü 10-la bir-birini apardı. Deməli kilobayt kimi qaldı 800 cavabı. Deməli neçə kilobayt imiş? 800 kilobayt imiş. Keçirik növbəti sualımıza. 4-cü sualı da mən izah edirəm. Sonra isə 5 nömrəli sual yenə sizin ev tapşırığınız olacaq. Rəylər bölməsinə qeyd edəcəksiniz. 516 səhifədən ibarət bir kitabın son 4 səhifəsində 512x512 pikseldən ibarət 256 rəng palitrasına malik bir qrafik təsvir. Digər səhifələrin hər birində isə orta hesabla 64 sətir və hər sətirdə 32 simvol var. Unicode'da yığılan bu mətin yaddaşda hansı həcmə malik olar? İndi baxıram ki, sual 2 hissədən ibarətdir. Bizdə 516 səhifəli bir dənə təsvir var. Daha doğrusu kitab var. Bu 516 səhifəli kitabın son 4 səhifəsi. Yəni ümumilikdə 4 dənə səhifəsində şəkil var, qrafik təsvir var. Geriyə qalan 512 səhifəsində amma mətn var. Ona görə biz həmin bu hissələrlə hərəkət edirik. Səhifə, səhv yazmışam durub. İndi həmin bu hissələrlə hərəkət eləməyə çalışacağıq. Deməli, birinci gələk təsvirin həcmini tapmağa. Təsvirin həcmini yenə tapanda bayaqdan qeyd etdiyimiz kimi ölçüləri vururuq rəngin dərinliyinə. İndi baxıram və bu bizim təsvir neçə dənə səhifədə yerləşir? Son 4 səhifənin 4-ündə də eyni cür şəkil var. Ona görə deməli bunu bir də sonda 4-ə vurmalıyam. O prosesi sonda icra edəcəm. Birinci ölçülər 512 vur 512, 209 vur 209. Rəng dərinliyi 256 rəng çaları, rəngli palitra deyir. 256 rəng çaları bərabərdir 2 üstü 8-ə. Deməli rəng dərinliyi oldu 8 bit. Yazıram bura, ona görə vurulsun 8 bit. Və mən görürəm ki, bu bir dənə təsvirdir. Amma bizim bu təsvir neçə dənə səhifədə yerləşir? 4 dənə. Hər səhifədə təsvir var deyə deməli ümumilikdə 4 dənə təsvir var. Bunu da vururam 4-ə. İndi bu bitlə ifadə olunub. Cavabı megabaytla istəyir deyə megabayta çevirək. 2 üstü 3-ə böldüm, yəni 8-ə böldüm, çevrildi oldu bu bayt. 8-ə bir-birini apardı, oldu. 4 vurulsun 2 üstü 18 bayt. 4-ü də çevirsəm 2 üstü 2 vur 2 üstü 18, yəni 2 üstü 20 bayt. İndi 220 bayt neçə kilobaytdır? 2 üstü 10-a böləndə olur 2 üstü 10 kilobayt. Kilobaytdan da megabayta çevirəndə 2 üstü 10-a böldüm, verdi mənə 1 megabayt. Deməli, mənim 4 dənə şəklin bir yerdə 1 megabaytı verir. İndi mətnin həcmini gəlin hesablayaq. Şəklin həcmini tapandan sonra. Mətnin həcmini hesablayanda biz bilirik ki, mətnin həcmi bərabər olur. Səhifə sayı vurulsun, sətir sayı vurulsun, hər sətirdəki simvol sayı vurulsun, bir simvolun həcmi. İndi səhifə sayını verib 512. 2 üstü 9. Sətir sayı nə qədər verib? 64 sətir. İndi simvol sayını da verib hər sətirdə 2 üstü 5, yəni 32. Bir simvolun həcmi Unicode dediyinə görə 2 bayta bərabərdir. Vururuq bunu da 2 bayta. İndi vuranda bütün hamısını bir-birinə 209, 206, 215, 220, bu da 201'dir. 221 bayt verir. 221 baytı mən çevirirəm, təbii ki, nəyə? Bir növ kilobayta. Kilobayta çevirəndə bölürəm 210'a, verir 211 kilobayt. Kilobaytdan da megabayta çevirəndə 210'a bölürəm, verir mənə 201 megabayt. Yəni 2 megabaytı. Deməli, dostlar, buradan görürəm ki, mənim 2 megabayt həcmində də mətn hissəm var. 1 megabayt təsvir, 2 megabayt bir növ mətn. Elədi ümumilikdə deməli neçə həcm? 3 megabayt həcm.
4-cü sual da bu şəkildə getdi. İndi keçirik növbəti 5-ci suala. Hansı ki bu sual sizin özünüzün həll edəcəyi sual olacaq. Bir dənə ipucusunu verəcəm. RGB rəng modelində rəngin dərinliyi, yəni düsturda qoyduğumuz rəngin dərinliyi bərabər olacaq dostlar. Ya 24 bit qoyacaqsınız, ya da ki 3 byte. Amma elə 3 byte ilə getsəz daha yaxşı olar. Yalnız da 24 bit 3 byte-dır. Onun da səbəbi nədir? RGB-də 224 sayda rəng var. Qüvvətdəki ədəd bunun rəngin dərinliyini verir. 24 bit olur. Biz amma 24 bit yerinə 8-ə bölünmüş halı olan byte halını hesablamalarda qoyacaq. Yəni 3 byte. Çünki RGB sözündə baxın 1, 2, 3 dənə hərf görürsünüz. Buradan yadda saxlaya bilərsiniz ki, onda 3 byte bunun rəng dərinliyi var. Hərf sayıyla bir növ açar kimi yadda saxlaya bilərsiniz. Və buna əsasən siz axırda video yaddaşda nə qədər yer tutur tapmış olun. 6 nömrəli suala keçid edirik. Deyir ki, işıq tablosundakı lampalar 2 vəziyyətdədir. Yanır, yanmır. 231 ədəd müxtəlif kodu ifadə eləmək üçün işıq tablosunda ən az neçə lampa olmalıdır? Dostlar, bizdə 231 müxtəlif hal olacaq. Ümumiyyətlə bu tipli suallarda əlifba anlayışı bizə kömək eləyəcək. Məsələn, nümunə üçün deyirəm. Bizdə olsun neçə? 2 vəziyyət olsun. 2 vəziyyət oldu, yanır, yanmır. Yanan, yanmayan. İndi yananlara biz 1 deyəcəyik, yanmayanlara 0. İndi məsələn, bir dənə lampamız olsa, bir dənə lampa olsa, ümumi vəziyyətin sayına baxaq. Bir dənə lampaya görə ya bu 1 ala bilər, ya da 0 ala bilər. Yəni 2 dənə hal var. 2 dənə lampaya görə dostlar, ya hər ikisi yanar, ya biri yanar, biri yanmaz, ya birincisi yanmaz, ikincisi yanar, ya da heç biri yanmaz. Yəni ümumilikdə 1, 2, 3, 4 dənə ehtimal var. Baxın bu 2, bu 4 necə alınır? Baxın, həmin bu 2-nin üzərində, 2 dənə rəqəmin üzərində lampanın sayı. 4 də 2 dənə rəqəmin üzərində lampanın sayı. Sonra məsələn, tutaq ki, 8 ehtimal olacaqdır. 3 dənə lampaya görə. Niyə? 2 dənə rəqəmin üzərində 2 rəqəm iştirak edir də, yanır, yanmır. 1, 0. Lampaların sayı 2 üstü 3. İndi burada da 2 vəziyyətdədir bizim yanır, yanmır. Yenə 2 dənə rəqəmlə söhbət gedir. Deməli bizə 2-nin qüvvəti kömək eləyəcək. Amma baxıram ki, 231 ədədi 2-nin qüvvəti şəklində göstərilə bilmir. Ona görə deyirəm ki, əlifba anlayışı yadımıza düşəcək. Biz 2-nin qüvvəti şəklində göstərməyən ədədlərdə nə edirdik? Məsələn, 30 simvollu əlifba üçün nə edirdik? Deyirdik ki, bu 16 və 32 arasında yerləşir, 2-nin qüvvətləri arasında. 16-nı aşır deyə biz 32-ni əsas götürürdük. 32 olurdu 2 üstü 5, deməli 1 simvolun həcmi olurdu 5 bit. Burada da bənzər olacaq. 231 2-nin qüvvəti şəklində göstərilmir deyə 2-nin qüvvətləri arasına salırıq. 231 128 ilə 256-nın arasında yerləşir dostlar. İndi 128 aşıb deyə 256-ya baxıram. 256 2 üstü 8-dir. Deməli 231 ədəd müxtəlif kodu icra eləmək üçün bizə ən az neçə lampa lazım olacaq? Qüvvətdəki qədər. Yəni 8 lampa. O səbəbdən cavab variantını 8 kimi götürmüş oluruq. Və keçirik son sualımıza. 7-də deyir ki, 128 simvol əlifbada yazılmış məlumatın həcmi 350 bitdir. Bu məlumat 1024 simvol əlifba ilə kodlaşdırılsa, həcmi nə qədər olur? İndi məlumatın 1024 simvollu əlifbada həcmi lazımdır bizə. Ona görə biz məlumatda nə qədər simvol iştirak edir onu tapırıq. Bunu tapmaq üçün gəlirəm ilk hissəyə. Birinci hissədən biz tapırıq ümumi simvolların sayı. Həcm verilib, həcmin düsturu bilirik ki, ümumi simvol vurulsun 1 simvolun həcmidir. İndi həcm verilib 350 bit. Yazdıq 350 biti. Ümumi simvolu verməyib, x yazdım. Bir simvolun həcmi də demişdik ki, söz birləşməsi olan 128 simvol əlifba bu söz birləşməsindən çıxır. O da bərabər olur 2 üstü 7-yə. Deməli, bir simvolun həcmi 7 bit. Yazdım 7 bit. İndi deməli, x-i 7 bitə vurublar 350 elib. Deməli, x burada nə olur? 350 bit bölünsün, həmin 7 bit. İndi bit sözlər bir-birini apardı. 350-ni 7-yə böləndə, deməli, məndə məlumatda 50 simvol var. İkinci mərhələdə deyir ki, əgər bu məlumat, yəni 50 simvolluq məlumat 1024 simvollu əlifbada kodlaşdırılsa, həcmi nə qədər olar? Ona görə bunun həcmini də tapmaq üçün yenə ümumi simvolun sayını vururuq bir simvolun həcminə. Ümumi simvol dəyişmir, onsuz da 50 dənədir.
Amma bir simvolun həcmi 1024 simvollu əlifba olduğuna görə 2/10-a əsasən 10 bit olur. Deməli, 50 vurulsun 10 bit, həcm dəyişib olur 500 bit şəklində. Deməli, cavabımız olur 500 bit. Belə dostlar, ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə Allah amanında. Uğurlar hər birinizə.